Narın vətəni kimi tanıdığımız Göyçay əslində adını eyni adlı çaydan alıb. Şəhər Şirvan düzünün şimalında Göyçay çayının sahilində yerləşir. Tarixi mənbələrdə, o cümlədən Kültürün abidəsində 7-ci 13-cü əsrlərdə göy sözü səma və tanrı anlamında işlənmişdir. Mahmud Kaşqarinin divanında göy sözü səma mənasını ifadə edir. Tononov göy-kök sözünün türk dillərində rəng, səma və təbiət anlayışlarını bildirdiyini göstərir. Eyvazova isə kök sözünün həm göy, həm də azad mənasında işlədiyini qeyd edir. Bahattin Öcələ görə isə qədim türk dünyasında gök, müqəddəs və uzun anlayış olmuş, gök tanrı ifadəsi ilə səmanın ilahi gücünü vurğulamışdır. Bəzi tədqiqatçılar göy sözünün türk tayfalarının adı ilə əlaqələndirsələr də, Tapdığoğlu Göyçay toponimini Monqol və Kalmıq dillərindəki koy göy komponenti ilə zireh, dəmir, polad, geyim mənalı ifadələrin mövcud olduğunu yazır. O, eyni zamanda çayın yuxarı axınında suyun duru və göyümtül rəngi çalmasının adın yaranmasında rol oynamış ola biləcəyini bildirir. Lakin Nəbiyevin rənayetinə görə Göyçay hidrotoponimi hər hansı bir tayfa adı ilə bağlı deyil. Bu ad Göyçay, yəni duru və saf təmiz çay deməkdir. Beləliklə Göyçay adı həm qədim inanc sistemlərinin izlərini, həm də təbiətin saflığını özündə birləşdirən dərin bir məna daşıyır. Növbəti videomuz hansı rayon və ya şəhər barədə olsun? Şərhlərdə qeyd edin.